Bugün sizlərə sapqurdlar tipinin xarakteri xüsusiyyətləri və insan askaridinin miqrasiyası haqqında məlumat verəcəyəm. Sapqurdlar tipinin xarakteri xüsusiyyətləri nələrdir? Bunlar bədənləri buğumsuzdur, hər iki tərəfdən sivridir. İlk bədən boşluğu yaranmışdır, ilk dəfə anal dəlik yaranmışdır. Bu qidanın bir istiqamətdə hərəkətinə gətirib çıxardır. Bunlarda ilk dəfə cinsi dimorfizm yaranmışdır. Cinsi dimorfizm nədir? Erkək fərdlə dişi fərdin bir-birindən fərqlənməsi ilk dəfə sapqurdlarda olub. Baxın, burada erkək fərd, dişi fərd. Dişi fərd daha uzundur, erkək fərd isə daha qısadır və içəriyə doğru burulmuş vəziyyətdə yerləşmişdir. Daha sonra bunlarda parazit nümayəndələrinə rast gəlinir və parazit nümayəndələrində yapışma orqanı yoxdur. Biz yastı qurdlarda yadınıza gəlirsə öküz saliterində 4 yapışma orqanı, qaraciyər sorğusunda ağız sormacı, qarın sormacından danışmışdıq. Amma sapqurdlarda isə yapışma orqanları yoxdur. Dəri əzələ kisəsi yalnız uzun nəzərlərdən təşkil olunmuşdur və bunun sayəsində onlar dalğavari hərəkət edirlər. Yəni uzanıb qısala bilmirlər. Gəlin baxaq, həzm sistemi nədən təşkil olunub? Ağız, udulaq, qida borusu və anal dəlik ilk dəfə bunlarda meydana çıxdı. Ağızda isə 3 dodaq çıxıntısı vardır. Qan damar sistemi, tənəffüs sistemi və eləcə də hissiyyat orqanları yoxdur. Bu hissiyyat orqanlarının olmamağı onların parazit yaşamağıyla da əlaqəlidir. Və ifrazat sistemi, bir cüt ifrazat kanalı, onlar öndə birləşir, təkəxarla xarici açılır. Sinir sistemi udulaq ətrafı sinir halqası və sinir sütunlarından təşkil olunub. Cinsiyyət ayrı cinsidir. Dişiləri bir cüt yumurtalıq, erkəklərində isə tək toxumluq vardır. Və deməli, maylanma getdikdən sonra yumurta nəcis vasitəsilə xaric olur. Xaric olmuş yumurta deməli, əlverişli mühitdə, temperatur, rütubət və oksigenli mühitdə yumurta içərisində sürfə əmələ gəlir. Ümumiyyətlə, yeganə bəlkə də nümayəndələrdir ki, sapqurdlar tipində insan askaridi özü anaerob mühitdə, yəni oksigensiz mühitdə, sürfəsi isə oksigenli şəraitdə, yəni aerob şəraitdə yaşayır. İndi sizə sapqurdlar tipinin nümayəndəsi insan askaridinin burada həyat dövriyyəsini yazmışam, miqrasiyasını yazmışam. Ümumiyyətlə, insan askaridi miqrasiyasına gəlin ilk əvvəl şəkildə baxaq. Daha sonra isə miqrasiyasında hansı orqanlardan getdiyinə nəzər yetirək. Şəkildə görürük. Yumurta içəri sürfəni insan ilk dəfə qəbul edir. Ağız, udulaq, qida borusu, mədə, bağırsaq. Bağırsaqdan deməli, gəlin burada baxaq. Deməli, yumurtada sürfə. Ağız boşluğundan udulağa, qida borusuna, mədəyə, nazik bağırsağa. Nazik bağırsaqda sürfə, yumurta içi sürfədən sürfə əmələ gəlir. Daha sonra o qaraciyərin qapı venası ilə qaraciyərə gəlir. Qaraciyərdən qaraciyər venası ilə aşağı boş venaya, oradan ürəyin sağ qulaqcığına, sağ mədəciyə. Daha sonra ağciyər arteriyası ilə ağciyərə gəlir. Ağciyərdə qıcıq yaranır və öskürək nəticəsində yenidən ağız boşluğuna qayıdır. Ağız boşluğuna qayıtdıqdan sonra insan onu təkrar ikinci dəfə udur. İkinci dəfə udduqdan sonra bağırsaqda yetkin fərdə çevrilir. Əsasən məsələlərdə, testlərdə biz belə rast gələ bilirik ki, insan askaridinin sürfəsi harda rast gəlinmir? Deyəcək ki, ağciyər venası. Çünki bilirik ki, ağciyər venaları ağciyərdən ürəyə gətirən venalardır. Qanı və bunlarda ağciyərə getdikdən sonra bu sürfə təkrar ürəyə qayıtmır, ağıza qayıdır. Ona görə də ağciyər venasında rast gəlməyəcəyik. Və ürəyin sol tərəfi, ağciyər venalarda ilə ürəyin sol tərəfində birləşir, sol qulaqcıq, sol mədəcik və ürəyin sol tərəfində də biz bu qurdun sürfələrinə rast gəlməyəcəyik.